Salam əziz dostlar. Bugün sizə çox maraqlı, tarixi bir hadisədən danışacağam. Bir gün küçəyə çıxırsınız və yüzlərlə insanı dayanmadan, musiqisiz, səbəbsiz rəqs etdiyini görürsünüz. Yorulmaq, dayanmaq yoxdur. Hətta bəzi insanlar o qədər rəqs edir ki, yerində yıxılıb ölür. Sizcə bu dəli bir moda idi, yoxsa sirli bir xəstəlik? Gəlin 1518-ci ildə baş vermiş bu hadisəni bir yerdə araşdıraq. Hadisə Fransanın Strasburg şəhərində baş verir. İsti yay günlərindən birində bir qadın küçəyə çıxıb dayanmadan rəqs edir. Qeyd elədiyim kimi səbəbsiz, musiqisiz, sadəcə rəqs edirdi. Bir neçə gün keçməmiş həmin qadına onlarla insan qoşulur. Bir həftə sonra küçədə yüzlərlə insan nəfəs dərmədən rəqs edirdi. Bəziləri yorğunluqdan huşunu itirir, bəziləri isə ürək tutmasından həyatını itirirdi. Şəhər rəhbərliyi çıxış yolu tapmaq üçün musiqiçiləri çağırır. Amma musiqi onları sakitləşdirmək əvəzinə daha da coşdurur. Şəhər sanki dəli rəqs meydanına çevrilib. Bu vəziyyət bir neçə həftə, hətta aylarla davam edir. Tarixi qeydlərə görə insanlar sanki sehirlənmiş kimi bədənlərinə olan nəzarəti itiriblər. İnsanların davranışının psixoloji təsiri ilə biri-birinə yoluxması, digərləri isə çörəyin içindəki göbələkdən insanların beyinlərini təsirləndiyini düşünür. Amma dəqiq səbəb indiyə kimi məlum deyil. Bir həqiqət isə dəyişmir. 1518-ci ildə Fransanın Strasburg şəhərində insanlar sadəcə səbəbsiz rəqs ediblər. Tarixi qeydlərə görə bu hadisənin adı rəqs epidemiyası kimi qalıb. Sizcə bu dəli bir moda idi, ya izah olunmayan bir xəstəlik? Fikirlərinizi şərhlərdə yazın və belə tarixi və az bilinən hadisələr üçün kanalıma abunə olmağı unutmayın. Əziz dostum, təsəvvür et ki, bir gün oyandığında yaşadığın həyatın sənə aid olmadığını anlayırsan. Verdiyin qərarlar, etdiyin fədakarlıqlar, taxdığın maskalar həmişə başqalarının isteklərinə uyğun olub. Amma sənin içində həmişə bir səs vardı. Sən onu susturmuşsan. Sonra elə bir an gəlir ki, hər şeyi dəyişir. Sanki pərdə açılır, gerçəyi ilk dəfə görürsən. Həyatda həmişə başqalarının isteklərinə uyğun yaşayıb, özünü unutmuşsansa, bu oyanış sənə dönüş yolunun başlanğıcıdır. Məşhur İsveç psixiatrı Carl Jung demiş, insanın ən gözəl yolculuğu özünü etdiyi yolculuqdur. Amma özünü seçmək asan deyil. Qorxularla üzləşmək, başqalarını razı salmağı dayandırmaq və gerçək sənə uyğun olmayan şeylərə yox demək lazımdır. Bəhs bu anda həqiqi dəyişiklik başlayır. Psixologiyada buna gerçək mənliklə üzləşmə deyilir. Yəni insan anlayır ki, artıq başqalarının isteklərinə uyğun yaşaya bilməz. Bu nöqtədən sonra dəyişiklik qaçılmazdır. İndi isə bu prosesin gəlin əsas mərhələlərinə baxaq. Birinci, hər şeyin dəyişdiyi an. Həyat bəzən sakit, gözə görünməz qırılma ilə istiqamətini dəyişir. İçində nəsə sınır. Güzgüyə baxanda anlayırsan ki, indiyə kimi özün üçün yox, başqaları üçün yaşamısan. Yox demək yerinə bəli demisən. Öz arzularını susturub, başqalarının isteklərinə uyğunlaşmısan. Ən vacibi özünü unutmuşsan və bir gün içində bir səs qalxır. Bəs bu dəfə özümü seçsəm, həmin an dönüşüm başlayır. Qeyd elədiyim kimi, Jungun sözləri ilə desək, insanın ən böyük yolculuğu özünə doğru etdiyi yolculuqdur. Amma özünü seçmək sadəcə bir qərar deyil, köklü bir dəyişimin başlanğıcıdır. İkinci, sən özünü seçdiyin an dünya dəyişər. Özünü önəb çıxartdıqda ətrafındakı insanlar da dəyişər. Bəziləri sənin azadlığından qorxar, bəziləri sənə şübhə ilə yanaşar. Dəyişdin, bencil oldun deyərlər. Amma sən dəyişməmsən, sadəcə həmişə istədiyin insana çevrilmişsən. İnsanlar hər zaman tez uyğunlaşan və başqaları üçün yaşayan biri olmağına öyrəşmişdi. İndi yox dedikdə, sərhəd qoyduqda və onay gözləmədən öz yolunu seçdikdə, bu onların tarazlığını pozur. Çünki sənin dəyişimin onları özləri ilə üz-üzə qoyur. Hər kəs buna hazır deyil. Jungun dediyi kimi, gerçək yaşamağı seçəndə heç kəs yanında qalmayacaq.
Amma yanında olan insanlar səni indiki halından qəbul edən insanlar olacaq. Üçüncü, daxili azadlığın gücü. İllərlə başqalarının təsdiqini axtardım. Sevilmək üçün onların istədiyi insana çevrildim. Amma gücün heç vaxt çöldə deyildi, həmişə içində idi. İndi özünü seçdiyin an hər şey dəyişir. Gerçək azadlıq insanın özünü seçdiyi anda başlayır. Və anlayırsan ki, ən böyük azadlıq öz həqiqətinə uyğun yaşamaqdır. İnsanın özünü seçdiyi an həyat dəyişir.